Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 3-cü sinif Azərbaycan dili dərsindən səhifə 38, 39, 40, 41, 42, 43 və 44-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 38-dəyik. İkinci fəslimizin adı El igidləri ilə tanınardır. Bir tapşırma deyir ki, Kitabi Dədə Qorqud dastanından hansı Oğuz qəhrəmanlarını tanıyırsınız? Onların qəhrəmanlıqları haqqında danışın. Biz Kitabi Dədə Qorqud dastanından tanıyırıq Qaraca çobanı, sonra tanıyırıq, nəyi tanıyırıq? Sonra tanıyırıq Buğacı və s. Onların qəhrəmanlıqları haqqında danışın. Məsələn, Qaraca çoban gedirdi, nə bilim, icazə vermirdi, öz vətənini qorudu. Yəni hamısı öz vətənini qorurdu da. Buğac da şey elədi. Buğac da buğaya qalib gəldi. Burla xatunu xilas etdi. Səcrəyin dastanı. Oğuz elində Uşun Qoca adlı bir kişinin 2 oğlu var idi. Böyüyünün adı Əgirək idi. Bir dəfə Əgirək uzaq səfərdən vətənə qayıdırdı. Çox yorğun idi. Bir çəməndə uzandı ki, yatıb dincini alsın. Bu vaxt düşmənlər ona hücum etdilər. Yatdığı yerdə əl-qolunu bağlayıb əsir götürdülər. Oğuz elinə xəbər gəldi ki, Əgirək əlində qalasında dursaqdır. Uşun Qocanın evi yasab deyirlər keçdi o. Oğuz elinə bahar gəlmişdi. Yedlər o xatır at çapırdılar. At çapırdılar. Uşun Qocanın kiçik oğlu Səcrək də böyüyüb yaxşı bir bahadır olmuşdu. Yarışların birində qalib gəldiyi rəqibi ona dedi. Səcrək, çox da öyünmə. Neçə illərdir ki, qardaşın Əgirək əlində qalasında dustaqdır. Əgər hünərin varsa, get onu qurtar. Səcrək tez anasının yanına gedib qardaşını xəbər aldı. Anası dedi, oğul, uşaq idi. Ona görə də sənə demədik. Qorxduq ki, gedəsən başına bir iş gələ. Dərdimiz dönüb iki ola. Elə həmin gün Səcrək ata-anasından izin alıb qardaşı Əgirəyi soraqlamaq üçün yola çıxdı. Oğuz elinin ağsaqqalı Dədə Qorqud ona xeyir dua verdi. İgid oğul qardaşının sorağında olar. Onu əsirlikdən sən qurtarmasan kim qurtarar? Qaraca qatına min, get qardaşını qurtar. Al qopuzu da sənə yoldaş olsun. Nə anladın? Söz baxtasındakı sözlərin izahını müəyyən edin. 1. Müharibədə düşmən əlinə keçən əskər, zabit və s. Əsir. 2. Qəhrəman bu dustaqdır. Birinci dustaq idi. 2. Qəhrəman igid, bahadır, həbs olmuş adam əsir. Keçək səhifə 39-a. C tapşırığında deyir ki, mətnin məzmunu ilə bağlı sualları cavablandırın. 1. Necə oldu ki, Əgirək düşməyə əsir düşdü? O uzaq səfərdən qayıdırdı. Onda da düşmənlər ona hücum elədilər. 2. Səcrək qardaşı dustaq olması xəbərli kimlər eşitdi? Bir döyüşdə qalib gəldiyi döyüşçüdən. 3. Dədə Qorqud Səcrəyə nə dedi? Ona nə verdi? Dədə Qorqud Səcrəyə dedi ki, baxın burada deyir ki, İgid oğul qardaşının sorağında olar. Onu əsirlikdən sən qurtarmasan kim qurtarır? Qaraca qatına min, get qardaşını qurtar. Al bu qopuzu da sənə yoldaş olsun. Ona qopuzu verdim. Düşün və cavab ver. Mətnin sonuncu abzasını bir daha oxuyun. Bildiyiniz alqışları yadınıza salın. Dədə Qorqud Səcrəyə yola salarkən hansı alqışları söyləyə bilərdi? Axırıncı abzas budur. İgid oğul indi oxuduq. Deyə bilərdi ki, məsələn, qılıncın iti olsun, nə bilim, yolun açıq olsun və s. D. Qopuz aləti haqqında araşdırma aparın. Belə araşdırma apara bilərsiniz.
Aha belə yaza bilərsiniz. Qopuz Azərbaycan çalanların əsas çalgı aləti olmuş, ən qədim simli musiqi alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Qopuzun müxtəlif növləri mövcuddur. Çanağı ilə qolu biri olan və çanağının üstünə dəri çəkilən qopuz, həmçinin çanaqlı iki tərəfi ilə dərsi çəkilmiş və at qılından telli olan tabura bənzər qopuz. Qopuzun müxtəlif növləri, hətta bəzi Avropa ölkələrində də kobza, komuz və başqa adlarla geniş yayılmışdır. Mifoloji rəvayətlərə görə ozan çalğı aləti hesab edilən qopuz Dədə Qorqud tərəfindən yaradılıb. Qopuzun qədimliyi və əhəmiyyəti Kitab-ı Dədə Qorqud dastanlarında da öz əksini tapmışdır. Ə, tapmışdır. Bu gün Qopuz aləti Beynəlxalq Muğam Mərkəzinin qədim milli musiqi alətləri ekspozisiyasında nümayiş olunur. Mərkəzi ziyarət edən hər kəs bu qədim alətimizlə tanış olmaq imkanı qazanır. Qopuzun qədimliyi və əhəmiyyəti Kitab-ı Dədə Qorqud dastanlarında öz əksini tapmışdır. Burada u'dur, bu olmalıdır. Bu gün qopuz aləti beynəlxalq muğam yazaq. Yəni bu qədərdir. Əslində burada baxaq. Əslində yəni bu qədərdir. Yəni qısaca da, yəni mən sizə elə belə dedim. Yəni qısaca belə yazmaq olar. Qopuzun qədimliyi və əhəmiyyəti Kitab-ı Dədə Qorqud dastanlarında da öz əksini tapmışdır. O birisi səhvən eyni düşmüş. Aha, bu da belə eləyə bilərsiniz. İki tapşırıqda deyir ki, sizcə nə üçün Dədə Qorqud səcrəyi qopuz verdi? Çünki o desin, yəni özünü tanıtsın, bilsin ki, qardaşı bu kimdir, hardan gəlib, yəni onu tanısın. Seyrək qopuzunu götürdü. Qaraca qatına minib yola düzəldi. Üç gün üç gecə at sapdı. Nəhayət qardaşının əsir düşdüyü məmləkətə yetişdi. Qonşu ölkədə xəbər yayıldı ki, Oğuz elindən bir bahadır gəlib qoşununun canına vəlvələ düşdü. Xəbər hökmdara çatdı və o qəzəblə dedi: "Bir bahadır mənim qoşunuma nə edə bilər ki?" Qoşun başçısı dilləndi: "Hökmdarım, bu igid Oğuz elindəndir. Onunla bacarsa bilcə əlimizdə əsir olan əgirək bacarır." Əcrəyin əlini qoluna atıb döyüş paltarı geyindirdilər. 300 döyüşçü ilə birlikdə Səcrəyin üstünə göndərdilər. Səcrək uzun yol gəldiyindən yorulub bir ağacın altında yuxuya getmişdi. Əcrək atdan düşüb Səcrəyə yaxınlaşdı. Diqqətlə onu süzməyə başladı. Sanki igidin kim olduğunu öyrənməyə çalışırdı. Birdən gözü onun yanındakı qopuza sataşdı. Eləbası yadına düşdü. Qəhərləndi. Qopuzu əlinə aldı. Dərli-dərli çalıb oxudu. "Qalx, Oğuz elindən gələn igid. Dörd yanını yaxa alıb, boyan igid." Əcrəyin səsinə Səcrək yuxudan oyandı. Əcrək ondan soruşdu: "Kimsən igid? Burada nə işin var?" Səcrək qopuzu ondan alıb söylədi: "Uşun qoca oğlu Səcrəyim, Səcrək. Dustaq qardaşımsa Əcrəkdir, Əcrək." Əcrək qardaşını tanıyıb onu qocaladı. Qardaşlar birləşib düşmənləri qırıb çatdılar. Qovub qalaya saldılar. Yenidən Oğuz elinə döndülər. Uşun qocanın qapısına çapar gəldi. Gözün aydın olsun. Oğullarının ikisi də sağ-salamat gəldi. Uşun qoca eşidib şad oldu. Dağın başında tonqal qalandı. Şənlik quruldu. Təbillər çalındı. Elin ağsaqqalı Dədə Qorqud gəldi. İgidlərə xeyir dua verdi. Kitab-ı Dədə Qorqud dastanı əsasında işləmişdir. Nə anladım? B cümlələr tamamlayın. 1. Düşmən ölkənin hökmdarı qəzəblənmişdi. Çünki o düşünürdü ki, baxaq, əslən baxsaq da görə bilərik ki, baxın, burada nə deyir? Deyir ki, qəzəblə dedi, bir bahadır mənim qoşunuma nə edə bilər ki? Yəni bu düşünürdü ki, yəni bunlar gücsüzdür də. Yəni deyirdi ki, bu bir bahadır yalnız mənim qoşunum bu boyda qoşunuma nə edə bilər?
İki düşmənlər səcrəyin qarşısına əcrəyi çıxardılar. Çünki e, orada da yəni deyirdi özü də. Çünki onlar qorxurdular ondan. Səcrəydən qorxurdular. Ona görə də yəni bir dənə bu ondan. Baxın da burada cümlə də var. Hanım, baxın. Baxın, hökümdarım. Bu igid Oğuz elindəndir. Onunla bacarsa bilcə əlimizdə əsir olan əgrək bacarar. Gördünüz? Baxın bu cümlə. Bu cümlə elə. Sonra nə deyir? Sonra da deyir ki, əgrək qəhərləndi. Çünki baxın, əgrək qəhərləndi. Çünki el obası yadına düşdü. Yəni bu baxın, belə. El obası yadına düşdü. Yəni dostlar, bu cümlədə el obası yadına düşdü. Bu qədər. Sonra keçək nə deyir? Deyir ki, Oğuz eli bayram edirdi. Çünki gəlin bunu baxaq. Baxın nə deyir? Burada deyir ki, gözün aydın olsun. Oğullarının ikisi də sağ-salamat gəldi. Deməli burada elə buradan bilmək olar da necədir? Yəni buradan bilmək olar ki, baxın buradan hani bax, hə, oğullarının ikisi də sağ-salamat gəldi. Və bu cümlədən ona görə də eşidib şad oldu. Dağın başında, yəni tonqal qandı. Ona görə şənlik eləyiblər də. Hanım, aha. Hə, C. Sizcə aşağıdakı şeir hansı obraza aiddir? Mətndən həmin şeiri uyğun epizodu seçin. Ağ saçın üçün ölüm qardaş. Dilin üçün ölüm qardaş. Ərim oldun, igid böl oldu qardaş. Mənim sorağıma sən mi gəldin qardaş? Bu kimin olar sizcə? Baxın buna. Aha, bu olar kimin? Əcrəyin. Bu dedi ki, uşun qoca oğlu səcrəyəm, səcrək. Dustaq qardaşımsa əcrəkdir, əcrək. Bundan sonra deyə bilər, abzas bu abzasdır. Baxın burada. Bu qədər. Sonra deyir ki, təqdimat qopuz haqqında topladığınız məlumatları təqdim edin. Bunu siz təqdim eləyə bilərsiniz. Dil qaydaları 3 etapında deyir ki, hansı bənddə verilmiş söz sırasında bitmiş fikir ifadə olunub. Elçaq, saqqalı, əgrək və səcrək, xeyir dua vermək, Dədə Qorqud igidləri xeyir dua verdi. Ç. Bunları bilməliyik. Mürəkkəb cümlə bitmiş fikri ifadə edir. Bəzi cümlələrdə bir deyil, bir neçə fikir ifadə oluna bilər. Belə cümlələr mürəkkəb cümlə adlanır. Məsələn, baxın, şənlik quruldu, təbillər çalındı. Bu mürəkkəb cümlədir. Çünki baxın, bir bu, iki də bu cümlə. Bu biraz oxşadı, yəni belə də. Yəni burada yazmaq yaxşı da olmur. Ona görə amma o ikidir. Yəni iki cümlə və ya daha artıq cümlə. Yəni bir neçə sadə cümlə olsun da bir dənə cümlənin içində. Baxın məsələn. Şənlik quruldu bir cümlə, təbillər salındı iki cümlə. Ayrılıqda cümlələrdir bunlar. Belə mürəkkəb cümlələr seçib yazın. Bir, yaz gəldi, bağçada güllər açdı. Bu nədir? Bu mürəkkəb cümlədir. Belə. Çünki baxın. Bir cümlə bu, iki cümlə bu. İki, məktəbdə hamı tədbirə hazırlaşırdı. Bu sadə cümlədir. Üç, anar bərkdən çağırır, lakin sahib eşitmirdi. Bu da baxın belə. Aha, bu da mürəkkəb cümlədir. Çünki baxın, anar bərkdən çağırır, baxın belə.
Anar bərkdən çağırır, lakin sahib eşitmirdi. Sonra müəllim izah edir, şagirdlər diqqətlə dinləyirdilər. Bu da mürəkkəb cümlədir. Çünki bir bu, iki də bu. 5. Sevinç, Kamran və sahibə məktəbə tələsirdilər. Burada vergül və bir cümləni göstərir. Məsələn, sahibə məktəbə tələsirdilər. Bu cümlə ola bilməz. Çünki tələsir. Baxın, tələsirdilər. Bu lər, yəni çox nəfər deməkdir, amma bu sahibə təkdir. Tək. O təkdir. 6. Aha, 6. Mən meyvələrdən almanı, heyvanı və narı çox sevirəm. Bu sadədir. C. Uyğunluğu müəyyən edərək mürəkkəb cümlə düzəldin. Bir qar yağdı, şəhər axırpaya büründü. 2. Azərbaycan himni səsləndi, hamı ayağa qalxdı. 3. Bir məmək eyib deyil, soruşmamaq eyibdir. 4. Sürücü qaydaları pozdu, polis onu saxladı. C. Verilmiş fikirlərə daha bir fikir əlavə edərək mürəkkəb cümlə düzəldin. Külək əsir, dəniz dalğalanır. 2. Müəllim sual verir, uşaqlar cavablandırır. Şagirdlər cavablandırır, fərq yoxdur. İşıqforun yaşıl işığı yandı, maşınlar hərəkətə başladı, avtomobillər hərəkətə başladı. Nihadın 7 yaşı oldu, ad gününü qeyd etdi. Mina dərslərini bitirdi, sevdiyi cizgi filmə baxdı. Keçək səhifə 42-yə. 3-cü fəslimizin adı İgid döyüşdə bəlli olardı. Bir at tapşırığında deyir ki, igid döyüşdə bəlli olar, atalar sözünü izah edin. Yəni, məsələn, sən də hər kəs deyə bilər. Məsələn, mən güclüyəm, nə bilim, mən qoçağam, mən, nə bilim, çox güclüyəm, güclü, qüvvətliyəm, burada da var. Mən güclü, qüvvətliyəm, sonra da döyüşə gələndə görürlər ki, hamı qaçır bu. Hər kəsdən qabaq qaçır. Ağ atlı oğlan biri var idi, biri yox idi. Dağgüvar adlı zalım şah var idi. Fikir verirsiniz dostlar, hər nağılda şahlar zalım olur. Şahın Xanbala və Bəybala adlı güclü qüvvətli oğlanları var idi. Padişah da onlara baxıb, mənim Bəybalam, mənim Xanbalam deyə sevib oxşardı. Padişahın bir mehtəri var idi. Oğlan Ərbalı ilə birlikdə şahın atlarını bəsləyərdi. Bir gün Xanbala İlxıdan şahzadəyə yaraşan bir at seçmək istədi. Mehtər boz rəngli bir qulunu göstərib dedi. Baxın, məsələn, qulun sözünü mən sonra deyəcəm nə deməkdir. Bir il bu quluna yaxşı qulluq olunsa cıdırda ona çatan at olmaz. Cıdır deyim nədir? Cıdır belə at yarışı, at yarışının keçirildiyi yerdir. Bu yabın o deməkdir ki, belə çəlimsiz. Yəni, belə görkəmi olmayan. Qulun isə at balasıdır. Deyə Xanbala başqa at seçdi. Oyundan Ərbala boz quluna xüsusi qulluq etməyə başladı. Aylar keçdi. Boz çəlimsiz qulun gördünüz yabın çəlimsiz. Gördünüz bu. Ağappaq köhlən ata çevrildi. Mehtər Xanbala və Bəybalanın xasiyyətini yaxşı bələd idi. Onlar hamıya yuxarıdan aşağı baxar. Başqalarının uğrunu gözləri götürməzdi. Mehtər oğluna tapşırmışdı ki, atı yalnız gecələr xəlvətcə şəhər qırağında sürsün. Yoxsa şahzadələr görsələr, paxıllıqda onu cəzalandırarlar. Kim inanardı ki, bu gözəllikdə at həmin boz qulundur. Bu görürsünüz, bu yəni ikinci hissəyə keçdik deməkdir də, ikinci. Burada. Aha, bir gün qonşu ölkənin hökmdarı Səlim Şah hücum çəkib şəhərin yaxınlığında düşərgə qurdu. Daşqüvar şaha xəbər göndərdi ki, pəhləvan yarışı keçirsinlər. Kimi pəhləvanı qalib gəlsə, şəhər onun olsun. Səlim Şah hücum çəkib şəhərin yaxınlığında düşərgə qurdu. Daşqüvar şaha xəbər göndərdi ki, pəhlava yarışı keçirilsin.
Kimi pəhləvanı qalib gəlsə, şəhər onun olsun. Bunu eşidən Nərbəla padşahın hüzuruna gəlib baş əydi. Qibləyi aləm icazə verin, sabahki döyüşə mən çıxım. Aslan kimi oğullarıma nə gəlib ki, ölkəmi Behter oğlu xilas eləsin deyə şah dilləndi. Şahın belə rəftarında Nərbəla çox məyus oldu. Ertəsi gün qoşunlar üz-üzə dayandı. Dava təbili vuruldu. Səlim şahın məşhur Dəmirbilək adı Dəmirbilək imiş. Baxın Dəmirbilək. Dəmirbilək pəhləvanı meydana çıxdı. Əvvəl onunla Bəybala döyüşdü. Amma döyüş yutunu çəkmədi. Dəmirbilək elə birinci zərbədə Bəybalanı atdan saldı. Düşüb əl qolunu bağladı. İşi belə görən Xanbala cəld meydana atıldı. Dəmirbilək pəhləvan bir andaca onu da Bəybalanın yanına uzatdı. Daşyuvar şah isə qəzəbdən dodaqlarını çeynəyirdi. Bu vaxt ağ paltarlı, ağ niqablı, ağ atlı bir oğlan yıldırım kimi meydana şığıdı. Atını Dəmirbilək pəhləvanın qarşısında saxladı. Döyüş başladı. Əvvəlcə Ağatlı oğlanla Dəmirbilək pəhləvan qılınc savaşına çıxdılar. Bundan bir şey hasil olmadı. Daha sonra qurşaq tutub güləşməyə başladılar. Atını Dəmirbilək pəhləvan qarşısında saxladı. Döyüş başladı. Əvvəlcə atlı oğlanla Dəmirbilək pəhləvan qılınc savaşına çıxdılar. Bundan bir şey hasil olmadı. Daha sonra qurşaq tutub güləşməyə başladılar. Atlı oğlan bir nərin çəkib Dəmirbilək pəhləvanın ürəyini yerə çırpdı. Əhsən səsi göyə ucaldı. Atlı oğlan da ki var padşaha yaxınlaşdı. Niqabının üzünə asıldı. Qibləyi aləm. Məni qəhrəmanlığa layiq görməsən də vətənimizi təhlükəyə ata bilməzdim. Qəhrəmanlıq var, dövlətlə alınmır. Bu əslində nəticədir, baxın. Var dövlətlə alınmır. Əsl qəhrəman döyüş meydanında hünər göstərəndir. Nə anladın və lüğəti istifadə etməklə aşağıdakı sözlərin mənasını müqayisə edin. Aha. Birinci quludur. Qulul o deməkdir ki, qulul deməkdir ki, körpə at balası. Sonra köhlən deməkdir ki, yaxşı bəslənmiş at. Madyan o deməkdir ki, dişi at. Dayçı o deməkdir ki, 1 yaşlı erkək at balası. Yabı da odur ki, arıq, əldən düşmüş at. Yəni çəlimsiz at. Elə. Düşün və cavab ver. C. Hadisələrin səbəbini müəyyənləşdirib cümlələri tamamlayın. Bir Xanbala Mehtərin təklif etdiyi atı bəyənmədi. Çünki Xanbala Mehtərin təklif etdiyi atı bəyənmədi. Nəyə görə? Bunu biz mətndən oxumuşduq ki, çünki o çəlmisiz bir qoyun idi də, yəni istəmirdi onu. 2. Atası Nərbalaya atı xəlvətcə sürməyi 2 saat tapşırdı. Çünki şahzadəli paxıllıqda onu cəzalandırardı. Şahzadələr paxıllıqdan onu cəzalandırardılar. 3. Daşyuvar şah Nərbalaya döyüşmək üçün icazə vermədi. Çünki istəmirdi ki, ölkəsini Mehtər oğlu xilas etsin. C. Səlim şahın Daşyuvar şaha göndərdiyi xəbəri məktub şəklində yazın. Aha, yaza bilərik. Səlim şahın adında. Salam Daşyuvar şah. Mən qonşu ölkənin hökmdarıyam. Məqsədim sizi şəhərə ələ keçirməkdir. İstəyirəm ki, pəhləvan yarışı keçirilsin. Amma bu yarışda qalib olan mənim pəhləvanım olarsa, şəhəri mənə verəcəksiniz. İnanıram ki, layiq olan qazanacaq. Hörmətlə Səlim şah. Keçək səhifə 44-də. 44-də. Düşün və cavab ver. İki tapşırma deyir ki, mətnə istinad edərək aşağıdakı fikirləri əsaslandırın. Xanbala kobud və təkəbbürlüdür. Kobud və təkəbbürlüdür. Keçək baxaq. Deyirdi ki, onlar hamıya yuxarıdan aşağı baxar, başqalarının uğurunu gözləri görməzdi. Bu
onların təkəbbürlülüyüdür, Xambalanın. Bircə el bu quluna yaxşı. Aha, sonra da deyir ki, nə deyir? Deyir o gündən, aha, aylar keçdi belə. Aha, burada da deyə Xambala bu yabını oğlu Nərbalaya saxla deyə Xambala başqa ad seçdi. Yəni bu bunun kobudluğudur ki, bu buna yaxşı ad vermək istəyir, amma bu bunu istəmir. Elə bilir ki, özü daha yaxşı bilir. Sonra deyir ki, padşah ədalətsizdir. Ədalətsizliyi buradan bilinir. Burada deyir ki, aslan kimi oğullar mənə gəlib ki, ölkəmi bir mehtər oğlu xilas eləsin. Bu, şahın ədalətsizliyi dair seçkiliyidir. Sonra, Nərbalı vətənpərvərdir. Bu vaxt ağ paltarlı, ağ liqablı, ağ atlı bir oğlan ildırım kimi meydana işığıdı. Yəni bu buradan vətəni xilas eləyir. O istəsəydi heç gəlməyə də bilərdi bura. Neynirdi ki? Amma o ağ paltar geyindi, ağ niqabını geyindi, ağ atlı bir oğlan gəldi. Öz vətənini təhlükədə xilas elədi. Yadda saxla obraz xəritəsi oxucuya mətndəki obrazları təhlil etməyə kömək edir. Kömək edir. Obraz xəritəsində əsas aşağıdakılar göstərilir. Obrazı təqdimatı Nərbala Mehdəroğludur. Sonra xüsusiyyəti vətənpərvər. Əsaslandırma vətənin dar günündə köməyə gəlir. Keçirdiyi hisslər kədərlənir, fəxr edir. Kədərlənir əsaslandırıb. Bunu kədərlənirdi. Aha, şah rəqib pəhləvanla döyüşmək üçün ona icazə verməyəndə kədərləndi, fəxr edir, vətəni təhlükədə xilas edəndə qürurlandı. Qürurlandır da, elə baxın bu. Qürurlandı, elə fəxr edir deməkdir. Yadda qalan sözləri qəhrəmanlıq var dövlətlə, taxt-tacla alınmır, döyüş meydanında qazanılır. Daşçıvar şah haqqında verilmiş cümlələri obraz xəritəsinin bölmələri ilə uyğunlaşdırın. Daşçıvar şah ədalətsizdir. Xüsusiyyəti ədalətsizdir burada. Ədalətsizdir. Oğlanlarının uduzduğunu görən şah qəzəbdən dodaqlarını çeynəyirdi. Keçirdiyi hisslər. Sonra şir kimi oğullar mənə gəlib ki, ölkəmi mehtər oğlu xilas eləsin. Bu bunun yadda qalan sözləridir. Mehtər oğlu olduğu üçün Nərbala döyüşmək üçün icazə vermədi. Burada ədalətsizdir, əsaslandırması, ədalətsizdir, əsaslandırmasıdır. Sonra daşçıvar hökmdardır. Bu nədir? Obrazı təqdimatıdır. Qəzəblənir də keçirdiyi hisslərdir. Ağ atlı oğlan bətliləri o səsləsini təsvir edən abzası dinləyin. Xabalalın xarakterlə münasibətinizi bildirin. Gəlin ağ atlı oğlan o bətlilər o səhləsini dinləyək. Aha, şahzadələr Xabala və Bəybala tez-tez ova çıxırdılar. Mehtərin oğlu Nərbalanı da özləri ilə götürürdülər ki, onlara qulu qərəsi vurulan heyvanlar gətirsin, çadır qursun, ocaq qalasın, yemək bişirsin. Bir dəfə necə oldusa qəfildə kolların arasında bir şir çıxıb Xabalanın üstünə atıldı. Şirlə hək pəncələri ilə Xabalanın boğazında yapışdı. Bu zaman Nərbala uzaqda idi. Ocaq qalamaq üçün onu toplayırdı. Bəybala isə Xabalanın yanında, yaxınlığında idi. Amma şiri görən kimi qardaşını qoyub qaçdı. Xabala ilə qışqırırdı ki, səsi bütün meşəyə əks-səda salırdı. Xabalanın səsini eşidən Nərbala özünü köməyə yetişdirdi.
Yetirdi. Şirlə əlbəyaxa oldu. Nərbalalı ölümdən xilas etdi. Xambala çaşıb qalmışdı. Doğma qardaşı oğlu atıb qaçmışdı, görürsüz. Yaxınlığında idi, amma Şiri görən kimi doğma qardaşı oğlu atıb qaçmışdı, görürsüz. Atıb qaçmışdı. Məhəmmədi yuxarıdan aşağı baxdığı Mehdər oğlu isə özürlü ona görə təhlükəyə atmışdı. Fikirləşəndə ki, bu hadisəni eşidən hər kəs Nərbalın qəhrəmanlığından danışacaq. Baxıllığından ürəyi partlayırdı. Odur ki, özürlü Nərbalayı tutub dedi: "Bura bax, Mehdər oğlu, bu hadisədən heç kimin xəbəri olmamalıdır." Onsuz da yazıq bir Mehdər oğlunun şahzadəni xilas etməsinə heç kim inanmaz. Özü isə şirin dərsini soyub çiynini aldı. Qalibəli şəkildə saray tərəf yollandı. Şəhərdə hamı Xambalanı alqışladı. Onun cəsarətinə Əhsən dedi. Əhsən dedi. Sonra da deyirdi ki, Xambalanın xarakterlə münasibətinizi bildirin. Görürük ki, Xambala necə də paxıldı. Bizim münasibətimiz Xambalaya pisdir. Çünki o həm ata, şah kimi ədalətsizdir, e, təkəbbürlüdür. Özünə böyüklə pis danışır. Məsələn, Mehtər olan böyüdür. Amma o onunla pis danışırdı, gördüyünüz kimi. Ona belə pis danışırdı da. Yəni deyir ki, bu yabılı oğlu Əlbəlayı saxlayır. Belədir də. Ya ona görə də aha. Yəni münasibətimiz ona pisdir. O çünki həm o çox paxıldır. Çünki Nərbalı ola icazə onu xilas elədi, amma o hələ də paxıllığın esiri yaşayırdı. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməklə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.